Salamlar. Təxmini səhv eləmirəmsə, son 6 il ərzində bildiyim qədərilə 29 yaşa qədər idi. Gənc sayılanlar. Ə, Onu da yeniyetməlik kimi ömrünü uzadıblar, inanmıram. 30'lardan sonra kimisə gənc deyə niteləndirsinlər, adlandırsınlar. Bugün də özünü gənc hiss edənləri təbrik edirəm. Yaşından asılı olmadan ümid edirəm hər şey ürəyinizdə, könlünüzdə olar, uğurlarınız bol olar və başqa bir etiraf oxumaq istirdim əslində. Daha doğrusu əzbərdən danışmaq. Deyir ki, nəfəs almadan işdə yoruluram, yəni çox işləyirəm. Həmişə saçım ukladkadadır, dırnaqlarım formadadır, baxımlıdır. Daha sonra makyaj, daha sonra bahalı ayaqqabılar. Evə isə gəlirəm. Bu arada 32 yaşından gəlib etiraf. Yəni gənclər sırasına daxil olmayanlar 29 plusdan gəlib. Evə isə gəlirəm, yoldaşım mənə deyir ki, evdə kablukla gəzmirsən, evdə deyir, özümü rahat hiss eləmək istəyirəm də, məcburam, yəni mən evdə də eyni şəkildə olmağa. İşdə məcbur bu haldayıqsa, evdə də daha rahat əyin giyinmək istəyirik, evdə daha rahat hiss eləmək istəyirik. Yəni bunun üçün məni həyatımda olan adam tərəfindən günahlandırılmam ya da hər hansı bir şeydən sorumlu tutulmam nə qədər düzgündür. Başqa bir şey də etiraf bu qədərdir bu arada, daha qısa bir etirafdır və keçən dəfə bilmirəm danışmışdıq ya yox, evdə rolların bölünməsindən, hansı ki bəzən kimisə işləri dışarıda daha yaxşı gedir, kimisə yəni qarşı cins isə məcbur olur evdə müəyyən işləri nizam-intizama nəzarət eləməyə və artıq bundan bir zaman sonra zövq almağa. Ki, yəni əsas olan evin düzənində fərqi yoxdur kim qab yuyur, kim nəyi yığışdırır, o mənada. Yəni hətta bunu YouTube'da da yəni açıq şəkildə sərgiləyir ki, mən bu işlərlə məşğulam. Dışarıda işlərim əla getmir, qaymaq kimi getmir. Mən də belə kömək edirəm. Yəni ev bu cür dönür. Biri pul qazanır, o birisi də evdəki nizama nəzarət edir. Buna mən elə bilirəm ki, müasir dünyada çox adam pis baxmır. Normal artıq qəbul olunub ki, tək uşaqlar böyüsün. Tək ki düzən getsin də, yəni evliliklər o mənada dağılmasın falan filan. Nəyinizi də itirsəz, neşənizi itirməyin. Sevinç, hər şeyinizi kaybetsəniz də neşənizdən ödün verməyin. Özünüzə yaxşı baxın.